بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا محمد وعلى آله وصحبه أجمعين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yafqahu qavli. Qardaşlarım, ən birinci özümə, sonra da sizə təqvalı olmağı tövsiyə edirəm. Təqva Allahdan qorxmaq deməkdir. Və əziz qardaşlar, möhtərəm müsəlmanlar, bugün söhbət açacağım mövzu, danışmaq istədiyim mövzu Qurani Kərimin oxumağı və fəziləti barəsində olacaq. Və dəyərli qardaşlarım, inşallah Allahın izni ilə danışmaq istədiyimiz mövzu, yəni Qurani Kərimin oxumağın savabı və fəziləti, bu nemət olmasaydı, biz nə doğru yolu tapardıq, nə də qəlblərimiz rahatlıq tapardı. Və bu nemət Qurani Kərimdir. Qurani Kərimi doğru düzgün şəkildə oxumaq, onu mənalarını başa düşməyə çalışmaq. Qardaşlarım, bu kitab adi kitab deyil. Bu bir insanın sözü də deyil. Bu uca olan Allahın kəlamıdır. Necə ki deyirlər, Əl-Qur'an kəlamullah leysə kəkəlamil bəşər. Qur'an Allahın kəlamıdır, bəşərin kəlamına bənzəməz. Və Qurani Kərimin digər sözlərdən, kəlamlardan üstünlüyü uca Allahın məxluqat üzərindəki üstünlüyü kimidir. Quran yol göstərir, qəlbləri dirildir və insanları xeyrə doğru dəyişir. Necə ki, uca Allah öz mübarək kitabında bu barədə buyurur ki, İnnə hədəl Qur'anə yəhdi lilləti hiyə əqvam. Həqiqətən bu Qur'an ən doğru yola yönəldir. Ən doğru yola yönəldir. Və əziz qardaşlarım, Quranı oxumağın savabı barədə də Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i şəriflərin birində belə buyurmuşdur. Mən qara'a harfən min kitabillah fələhu bihi həsənə vəl-həsənətu bi'əşri əmsəlihə. Kim Qurani Kərimdən, Allahın kitabından bir hərf oxuyarsa, mən qara'a harfən min kitabillah fələhu bihi həsənə. Ona bir savab var. Vəl-həsənətu bi'əşri əmsəlihə. Savab isə onun 10 mislinə bərabərdir. Yəni bir hərfə 10 savab var. Qardaşım, sən bir səhifə oxuyursan, bəlkə yüzlərlə, minlərlə savab qazanırsan. Başqa bir hədisdə də deyilir ki, İqra'ul Qur'anə fəinnəhu yəti yevməl qiyaməti şəfi'ən li ashabih. Quran oxuyun, çünki o qiyamət günü sahibinə şəfayət edəcək. Həmçinin dəyərli qardaşlarım, tam öyrənənə qədər səhv oxuyanlara da dinimiz müjdə verir. Yəni, Qurani Kərimi səhv oxuyanlar, çətinliklə oxuyanlar əsla həvəsdən düşməməlidir. Əksinə, onlar üçün xüsusi bir müjdə və savab var. Belə ki, bəzi qardaşlar deyir ki, mən düzgün oxuya bilmirəm. Odur ki, hələlik fasilə vermişəm və yaxud bacarmıram. Əslində, bu şeytanın vəsvəsəsidir. Yəni, şeytanın vəsvəsəsinə qapılmaq lazım deyil.
Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: وَالَّذِي يَقْرَأُ الْقُرْآنَ وَيَتَتَعْتَعُ فِيهِ وَهُوَ عَلَيْهِ شَاقٌ لَهُ أَجْرَانِ وَهُوَ عَلَيْهِ شَاقٌ لَهُ أَجْرَانِ. Allah Resulü buyurur ki, Kur'an'ı çətinliklə oxuyana, yəni kəkələyə-kəkələyə oxuyana 2 savab var. Baxın qardaşlar, Quran-ı Kərimi çətinliklə kəkələyə-kəkələyə oxuyursan, belələrinə 2 savab var. Yəni sən dayanmamalısan, utanmamalısan və Allahın izni ilə mükəmməl öyrənənə qədər davam etməlisən. Quranı tərk etməyin təhlükəsi də böyükdür. Dəyərli qardaşlarım, Quran-ı Kərimi tərk etməyin təhlükəsi də böyükdür. Və ən böyük müsibətlərdən biri Quranı tərk etməkdir. Necə ki buyurulur Quran-ı Kərimdə: وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِ اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا. Peyğəmbər deyəcək ki, Rəsul, ey Rəbbim, həqiqətən mənim qövmüm bu Qur'anı tərk etdi. Ondan üz döndərdi. Və Qur'anı tərk etmək, yəni onu oxumamaq, anlamamaq, əməl etməmək, tədəbbür etməmək və s. axır. Və qardaşlarım, bu ayə bizə aiddir əslində. Yoxsa bunu düşünmək lazımdır. Yəni, bu bizə aiddir, yoxsa bunu düşünmək lazımdır. Qardaşlarım, bu mövzuda bir həqiqəti də səmimi şəkildə etiraf etməliyik ki, bugün biz vaxtımızın böyük bir hissəsini telefonlara, saatlarla telefonlara sərf edirik, saatlarla sosial şəbəkələrdə qalırıq, faydasız işlərlə, faydasız videolarla məşğul oluruq, faydasız videolar izləyirik, boş və mənasız məlumatlarla beynimizi doldururuq və Uca Allahın kəlamını öyrənməyə vaxt ayırmırıq. Amma Qurana gəldikdə deyirik ki, vaxtımız yoxdur, vaxtım yoxdur, sonra oxuyaram, indi məşğulam və s. Bu kimi vəsvəsələrlə, bu kimi bəhanələrlə günümüzü beləcə satırıq və Allahın kəlamını öyrənməkdən biganə qalırıq. Halbuki bu Quran Allahın kəlamıdır. Bu Quran bizim həyat kitabımızdır, bizim həyat tərzimizdir. Bu Quran qurtuluşumuzun səbəbidir. Düşünün qardaşlarım, gündə 2-3 saat telefona vaxt tapırsan, amma Allahın kəlamı üçün 10 dəqiqə tapa bilmirsən vaxt. Bu artıq vaxtın yoxluğu deyil, bu önəmin dəyişməsidir. Uca Allah buyurur ki, وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ. Onları saxlayın, çünki onlar soru-sual olunacaqlar. Yəni, qiyamət günü insanın soru-sual olunacağı məsələlərdən biri də vaxtıdır. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm bu barədə hədislərin birində buyurur ki, insan ömrünü harada keçirdi, vaxtını nəyə sərf etdi? Bunların hamısına görə qiyamət günü cavab verəcək. İhris alə vaqtik fə innəkə məs'ulun anhu yevməl qiyamə. Odur ki, vaxtına diqqət et, çünki qiyamət günü onun haqqında soru-sual olunacaqsan. Buna görə məsulsan, cavabdehsən. Qardaşlarım, əgər biz vaxtımızı boş şeylərə sərf ediriksə, amma Quranı öyrənməyə və oxumağa vaxt ayırmırıqsa, bu böyük bir itki və təhlükədir. Ona görə də müsəlman vaxtına diqqət etməlidir. Faydasız şeyləri azaltmalıdır. Quranla əlaqəsini gücləndirməlidir. Ən azından hər gün bir neçə ayə, bir neçə səhifə və ya bir neçə dəqiqə olsa belə Quran oxumağa vaxt ayırmalıdır. Çünki bu kitab adi kitab deyil. Bu sənin nurundur, sənin hidayətindir, sənin nicatın, sənin qurtuluş yolundur.
Quranla yaşayan insanların və onu öyrənib və öyrədənlərin də nə xoş halına. Quran oxuyan mömin gözəl meyvə kimidir. Bu nə deməkdir qardaşlarım? Yəni dili Quran oxuyur, qəlbi Quranla doludur və əxlaqı da Qurandır. Və insanların ən xeyirlisidir. Necə ki hədislərin birində buyurulur: "Xeyrakum men təalləməl Qur'an və alləməhu." Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. Baxın, hətta hədisdəki sıralamaya fikir versək, qardaşlar, Allah Rəsulu birinci müjdə verdi öyrənənə, sonra da öyrədənə. Xeyrakum men təalləm. Sizin ən xeyriniz onu öyrənən, yəni Quranı öyrənən, sonra isə onu öyrədəndir. Yəni öyrənən, hətta öyrədəndən belə xeyir baxımından qabaqdadır, öndədir. Və Quran oxumağın axirətdə də xüsusi fəziləti vardır, qardaşlarım. Belə ki, qiyamət günü sənə deyiləcək: "İqra vartafi' varattil kema kunta turattil fid-dunya." Oxu və yüksəl, necə ki onu dünya həyatında oxuyurdu. Sənin məqamın oxuduğun son ayəyə görə olacaq, qardaşlarım. O deməkdir ki, kim çox oxuyubsa daha yüksəkdir. Kim az oxuyubsa daha aşağıdır. Qardaşlarım, Qurana əməl etməyin əhəmiyyəti də şəriətdə xüsusi qeyd olunub dinimizdə. Quran yalnız oxumaq üçün nazil olunmayıb. Yəni Quranla yaşamaq və ona əməl etmək də oxumaq qədər vacibdir, mühümdür. Bu barədə də ən belə qorxulu hədislərdən, vaid hədislərdən, insanı xəbərdar edən hədislərdən biri, insan Quran oxuyur, amma niyyəti düzgün deyil, Allah qorusun. Əlləmtəl ilmə liyuqalu alim. Qul-i-əzu billah, Allah qorusun. Deyəcək ki, Quranı, elmi öyrəndin ki, sənə alim desinlər. Və qara'təl Qur'anə liyuqalu qari. Və Quranı oxudun ki, sənə qari desinlər. Yəni ona deyiləcəksən insanlar sənə alim, insanlar sənə qari desinlər deyə öyrəndin. Allah qorusun. Belə hala düşməkdən Allah qorusun, həqiqətən. Çünki bu çox təhlükəlidir. Quran oxumağı öyrənmək üçün isə praktik tövsiyələrə gəlincə, qardaşlarım, bir neçə qısa və real tövsiyələr var ki, onları qısa da olsa sizə çatdırmaq istədim. Təbii ki, bu öyrənmək istəyənlər üçün, oxumaq istəyənlər üçün Allah hər birimizə nəsib eləsin, asanlaşdırsın. Deməli, qardaşlarım, hər gün bir səhifə olsa belə oxu. Səhv etsən də dayanma. Qariləri dinlə. Qari, yəni Quran oxuyanları. Yəni sosial şəbəkələrdə, YouTube kanallarında gözəl oxuyan müxtəlif qarilər var. Tərtillə oxuyan, aramla oxuyan, yavaş, sürətli. Hansı sənə uyğundur? Təzə başlayanlar üçün təbii ki, aram-aram oxuyan qarilər daha yaxşı qulaq asmaq. Hər bir halda əsas odur ki, qulağın Quran eşitsin, oxuyasan və dinləyəsən. Həmçinin qarilər dinləmək yalnız təcvidi də öyrənmək lazımdır. Ailəndə, evində Quran səsi olsun ki, qulağınız daima onu dinləsin və eşitsin. Və qardaşlarım, hətta az olsa belə həvəsdən düşməyin. Çünki hədisdə necə gəlir, necə buyurur Allah Resulü sallallahu aleyhi və səlləm? Xayrul ə'məli ədvamuha və inqal. Əməllərin ən xeyirlisi az da olsa davamlı olandır. Qardaşlarım, Quran sənin nurundur, sənin dostundur, sənin qurtuluşundur. Ya sənin üçün şəfaətçi olacaq, ya da sənə qarşı dəlil olacaq. Yəni qiyamət günü ya lehine olacaq, ya da əleyhinə olacaq. Seçim sənin əlindədir.
Abu Abdurrahman Əs-Suləmi, Allah ona rəhmət etsin, demişdir. Quranın digər kəlamlar üzərində fəziləti Uca Allahın məxluqatı üzərində olan fəziləti kimidir. Və o da Quran ondandır. Ravahul Beyhaqi fil əsma'i və sifə. Sonda Uca Allaha dua edərək istəyirəm ki, Allahümmə ec'alil Qur'anəl azimə rabi'a qulubina və nura sudurina və cələ'a əhzanina və zəhəbə humumina və gumumina. Allahümmə allimna minhu mə cəhilna və zəkkirna minhu mə nesina və rəzzuqna tilavətəhu ənə'əl leyli və ətrafən nəhər. Allahım, əzəmətli Quranı qəlblərimizin baharı, sinələrimizin nuru, kədərlərimizin silinməsi və qəm-qüssəmizin aradan qalxması et. Allahım, onu bilmədiyimiz hissələrini, Quranın, yəni onun bilmədiyimiz hissələrini bizə öyrət, unutduqlarımızı bizə xatırlat və bizə gecə-gündüz onu oxumağı nəsib et. Bu qədər əziz qardaşlarım, Subhanəkallah və bihamdik, nəşhədu və la ilahə illə ənt, nəstəxfiruka və nətubu iləyk. Allah Subhanahu və Teala bizi eşidib faydalanan qullarından eləsin. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.